Hörmətli izləyicilər, bugün biz Göyçay rayonunun Aşağı Qərəmədyan kəndində şəhidlərin Dəmrov, Ədalət, Nüsrət oğlundan evimizi indirir. Allah cəm şəhidlərimizə rəhmət edilsin, məqamlarımız olsun. Allah siz şəhid ola bilməyinə səbir versin, dözüm versin. Siz qəhrəman valideynlərsiniz, qəhrəman şəhidlərimizin qəhrəman valideynlərsiniz. Allah bir daha size eylemesin. Biz Aksu rayonundan Dəmir Yumruq Avrupa Cəmiyyət olaraq gəlmişik. Bizim borcumuzda bütün şəhid ailəsində olan şəhidlərimizə hər an gedək, ziyarət edək. Allah'tan arzu edirəm ki, Allah bütün ziyarətlərimizi qəbul etsin. Və buradan mən Ali Baş Komandamıza can sağlığı arzu edirəm, ömür arzu edirəm. Allah ona can sağlığı versin, ona qüvvət versin ki, bizi gətirdi şəhidlərimiz olmaqla. Bugünkü gündə bizdə bax, bu bizim bu ləkələrimizin hamısını bu şəhidlərimiz götürdü. Allah bir daha şəhidlərimizə rəhmət versin, məqamlarımız olsun. Allah hamımıza səbir versin. Allah dövlətimizi qorusun, dövlətçimizi qorusun, əsgərlərimizi qorusun, hərbimizi qorusun. Mən deyəm bu, sağ olun, çox sağ olun. Bir daha Allah şəhidlərimizin məqamımızı versin. Bizim borcumuzdur ki, tarix yazan qəhrəman oğullarımızı belə gedib məzarlarını ziyarət edib və ev muzeyini gedib ziyarət edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhid ailələrinə səbir və dözüm versin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Şəhidlərimizin valideynlərin qarşısında baş əyirik. Allah səbir versin, nüsrət əmir. Bizim vəzifə borcumuzdur ki, Göyçay rayonu və Qıraq rayonları, kəndlərə gedib, çəkiliş edib işıqlandırmaq. Allah səbir versin. Allah səbir versin. Ben de öz adımdan size teşekkürümü bildirirəm ki, şəhidlərimizi yad ediyorsunuz. İşıqlandırırsınız, Allah size ömür versin, hoş gəlmişsiniz. Allah canınızı sağ eləsin. Allah sizi qovalasın, Allah ömür versin. Bizim müqəddəs borcumuzdur. Biz nə qədər yaşayırıq, şəhidlərimizə borçluyuz. Həmişə də yetməliyik, özümüzə borc bilərək şəhidlərimizi hər zaman ziyarət edilməlidir. Allah rəhmət etsin, şəhid məkan cənnət olsun. Çox sağ olun, var olun. Hakkında salavat zikr ediyoruz. Allahümme salli. Kərbəla əsirləri, Kərbəla şəhidləri və cəmiyyən vətən şəhidlərimiz haqqında və məxsusən salavat zikr ediyoruz. Azərbaycanın müstəqilliyi uğrunda, onun torpaqlarının azad olunması uğrunda, suverenliyimizin bərpa olunması uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla bir dəqiqəli sükutla yad edir. Ruhlar şad olsun. Amin. Değerli bizim şəhid anaları, çox hörmətli şəhid ataları, rayon icra hakimiyyətinin nümayəndələri, kənd ictimaiyyəti, rayon ictimaiyyəti, məktəb pedaqoji kollektivi və bura şəhid sevərlərin hər birinə burada iştirakına görə əvvəlcədən dərin təşəkkürümü bildirirəm. Bugün növbəti bir qəhrəmanımızın Dəmirov Ədalət Nüsrət oğlunun 5 il bundan qabaq torpağa tapşırıldığı günü, anım günün qeyd eləmək üçün buraya yığışmışım. Mən bir şəhid atası olaraq çox çətinlik çəkirəm. Bir cavan Azərbaycan övladının, cavan bir oğlanın məzarı önündə biz artıq bir yaş həddini yaşamış adamların və bir cavan oğlanın məzar önündə kiməsə təskin edilmək, kimsə ovundurmaq çox çətin məsələdir. Xüsusən də məndən yəqin heç kim inciməz. Xüsusən də evin tək oğlu olan Ədalətin valideynlərinə nəsə demək, özüm də onun günü deyən və onun nə cür bu 5 il prosesi yaşadığım gözümün qabağında olur. Yəqin o dövrləri hamımız yaşamışıq, hamının yaddaşındadır. Əgər yadından çıxırsa kiminsə deməli o Azərbaycanlı deyil.
deməli onun bu torpağın üzərində gəzməyə haqqı yoxdur. O devir bizim gözümüzün qarşısındadır, an-ban, gün-bə-gün, saat-ba-saat. Artıq müharibədən bir ay keçirdi. Göyçayımıza lap ilk gündən və Azərbaycanın bütün bölgələrinə ilk gündən xoş xəbərlərlə yanaşı çox ağır qara xəbərlər gəlirdi. Biz bu dövrü yaşayanda bir anlıq 50 il, 60 il bizdən qabaq yaşayan babalarımız yadımıza düşürdü. O dövrdə də 41-45-ci ildə 400 minə yaxın Azərbaycanlı övladı, Azərbaycan kişisi, Azərbaycan oğlu Rusiyanın bataqlıqlarında, Polşanın bataqlıqlarında həyatını dəyişirdi və hər gün yüzlərlə, minlərlə Azərbaycana qara xəbər gəlirdi. Biz bunu ancaq kitablarda, kinolarda görürdük. Bu barədə kinolar da çəkmişdilər, kitablar da yazırdılar, tarixi əsaslara da söykənərək bizə təbliğ edir. Allah salamızın yerin ucadan uca eləsin. Məqamındır. Bax, bu dəqiqə bu oğlanların sayəsində hər yerdə zəfər tədbiri verilir. Bir zəfər tədbiri bu oğlanlar qazanır. Biz evlərimizdən belə oğlanları böyütdük, çıxartdıq, verdik vətənə. Amma elin oğludur bu oğlanlar. Təkcə bizim elimizin oğlu deyil. Çünki həmişə baş aşağı gəzənlər indi alnı açıq, başı yuxarı gəzirlər. Bax, bu ədalətlərin sayəsində, bu oğlanların, bu qəhrəmanların sayəsində. Allah Nüsrət qardaş, balıva rəhmət eləsin, məqamı ucadan uca olsun. Dözün versin ki, belə oğlanları yaşada bilək. Bütün o dəmir yumruğu altında bu oğlanlar ucaqdı hamını, prezidentimizlə bərabər. O medalları da, o ordenləri də, onlar əziyyət çəkdi. O qiymətləndirən də prezidentimiz oldu. Belə olur. Doğrudan bu 5 ildə sizlərin nələr yaşadığının canlı şahidi mənəm. Çünki mən illərlə o acını yaşamışdım. Mən istərdim ki, sizə bacardığım qədər mənəvi bir dəstək olun. Az da olsa yaranıza məlhəm olun. Nə qədər bacarmışam, nə qədər bacarmamışam, haqqınız mənim üzərimdə çoxdur, haqqınızı halal edin. Mən bayaq Nəsibə ana danışdı. Bir günlərin Nüsrət kişi iştirak edirdi həmən iclasda. Bir yoldaş qeyd etdi ki, ədalətli olmaq lazımdır. Nüsrət kişi yerindən qalxıb ki, hansı ədalətdən danışdı? Bir ədalət vardı da şəhid oldu. Yəni, həqiqətən cənab prezident də gedir, dünyada ədalət yoxdur. Yəni, bu məlum məsələdir. Amma bu günlərin 19 yaşında ədalət qanı ilə tarix yazılır. Biz qəhrəman şəhidlərimizə borcluyuq. Nəinki biz, bütün xalq, millət, Azərbaycan, hansı ki, cənab prezident qeyd elədi ki, nə qədər müasir silahlarımız olsa da, nə qədər siyasətimiz güclü olsa da, o qələbəni salan bizim şəhidlərimiz. Bunlar heç vaxt unudulmayacaq. İllər keçsə də, insan əbədi deyil. Amma əbədi olan, əbədi yaşar qəhrəmanlardır. Mən inanıram, bu gün bazar günüdür. Pedaqoji kollektiv burada iştirak edir. Bəlkə də burada 20-30 şagird var. Gələcəkdə onlar hər biri qəhrəman şəhidlərimizi anacaq. Çünki illər sonra onlar bəlkə də Azərbaycanın ən yüksək kürsülərində əyləşən vəzifə şəxslər olacaqlar. Çünki ən savadlı elə bu dağlardan, dağların qoynundan çıxır bu şagirdlər. Bu kəndin qəhrəmanlığından danışmaq istəyirəm. Mən burada bəlkə də Rahilə xanımlardan çəkməyim qəbahət olardı. Deməli, müharibənin bəlkə də belə təxminən bu vaxtlar olardı Rahilə xanım. Sağ olsun, rayon icra hakimiyyətinin təşəkküsü ilə Azərbaycan bir yumruq kimi birləşmişdir. Mən deyərdim, bu qələbə Azərbaycan xalqının qələbəsidir. Böyüyündən kiçik hakimiyyətindən əlaqə saxladılar ki, bizim ora bir maşın aniyi göndərmişik. Dəstəkdir, Aşağı Qərəməryamın, hansı elə birinci Qarabağ müharibəsinin qəhrəman döyüşçüsü, bizim nazimiz adı Cavit də burada tanış olduq. Və onlar gəlirlər, orada o döyüş bölgəsinə giriş üçün blok postları var idi. Mülki vətəndaşların döyüş bölgəsinə girməyə qəti qadağanlıyam. Baxdıq ki, mümkün deyil, qərarlarımız bir uzaqlıyı bölgüsü. Yəni o birisi nədir? Bir ruhdur, psixoloji bir qalibiyyətdir. Və mən yenə də
5 il keçsə də, illər də keçsə, mən onu hər zaman deyəcəm. Cənab Prezident tərəfindən də Rahilə xanıma orderlə təklif olunmuş, səfirləməsi keçən il deyil, Rahilə xanım. Deməli, dövlətimiz, millətimiz bu heç nə əvəzsiz olmur. Gez də olsa, nə bilim, Cənab Prezident demişkən, nə ilə vaxt edəcəyini. Mənlər duymasın bu fəryadımı, bilmirəm sevinim, yağlayım mı? Adın tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qaldı şəhidlər. Ay ana, saçını dərddən ağartma, gedib gələnlərdən oğlunu sorma. Qara bəxtim deyib yanma, alışma. Adın tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qaldı şəhidlər. Həyatda candan şirin deyin nə var? Şirin candan keçdi, vətən üçün onlar. Əlbət yaşayacaq belə oğullar. Adın tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qaldı şəhidlər. Vətənin köməyə ehtiyacında, getdilər imdada dar ayağında. Qanların tökdülər torpaq uğrunda. Adın tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qaldı şəhidlər. Şəhidlər adını ucuz tutmayın, öldülər sözünü dilə almayın. Onlar yaşayırlar, siz unutmayın. Adın tarixlərə yazdı şəhidlər, haqqın dərgahına qaldı şəhidlər. Qalib ədalətən yolumda hazır, qisas alınacaq əvvəl yaxır. Yalnız bir təsəlli ürəyə atır. Var belə oğullar, ola şəhidlər, haqqın dərgahına qaldı şəhidlər. Sorğusuz, sualsız vətən gözləyir. Şəhadət şərbəti içən şəhidi. Boşdur ki, yad etsin gəlib gedənlər, vətən uğrunda canından keçən şəhidi. Quranda ayə var, Allah sözüdür. Şəhidlər ölməyib, sağdır deyirlər. Bunu ispat etmək haqqın sözüdür. Allah'ın da ruzi yeyirlər. Siz vətən uğrunda can qurban etdiniz. Canımız sizlərin qurbanı olsun. Sizin bulağınızdan içdiyimiz su bütün şəhidlərin ehsanı olsun. Məzarının yanında qoşa bitən günləri görənlər ay ədalət qəhərlənir, kövrəlir. Bu günlər özü bitib, sevdikləri yeri də. Toxumları buraya quş dimdiyindən töküb, ya da külək gətirib. Yayın qızmar günündə, çınqılların içində, toxumlar dözdü, durdu, pöhrələnib boy atdı, al qırmızı gül oldu. Bu güllər ədalətin ürəyində sevdiyi, hamıdan gizlədiyi naçam məhəbbətdir. Gül olub burada bitib. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Müzik